İndi təqdim edəcəyim xəbərə inanmaqda çətinlik çəkəcəksiniz. Şok, şok, şok. Nazirlikdə sadəcə aparat rəhbəri işləmiş bir şəxsin, Vidadi Zeynalovun 10 milyonlarla manat, təqribən hətta 100 milyon manat dəyərində əmlaklarına həbs qoyuldu. Rəsmən 43 milyon. Yəni qiymətləndirmə nəticəsində. Deməli, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri olmuş Vidadi Zeynalovun əmlakları hərraca çıxarılıb. Manşet.az Müsavat.com-a istinadən xəbər verir ki, hərracda satılması nəzərdə tutulan əmlakların ümumi dəyəri 10 milyonlarla manatla ölçülür. Görün nə qədər əmlakı var imiş. 67 əmlaka həbs qoyulmuşdu. Ümumi dəyəri 43 milyon manatdan çox olan onun övladlarının, özünün, həyat yoldaşının, bacısının və digər yaxınlarının adına olan əmlakları Nərimanov rayonu, Məsud Əlizadə küçəsində 2 qeyri-yaşayış sahəsi, Nərimanov rayonunda dəyəri 6 milyon manata, 6 milyon 944 min manata olan mənzil, Xətai rayonu, Nobel prospekti, Yasamal rayonunda mənzillər nə qədər, Binəqədi rayonu, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Səbail rayonu, İstiqlal küçəsi, Xətai rayonu, yəni siyahı bitmir. Saysam 10 dəqiqə bəs etməz. Və istintaq dövründə Vidadi Zeynalovun nazirliyə məxsus torpaq sahələrini də özəlləşdirdiyi məlum olub. Xəzər rayonu, Qəbələ rayonunda, Yevlaxda, İsmayıllıda, Lənkəranda, Sabirabadda, Şamaxıda hektarlarla torpaq sahələrini özəlləşdirib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri. Üzərinə həbs qoyulmuş əmlaklar 43 milyon 489 min 537 manat qiymətləndirilmişdi, 44 milyona yaxın. Real bazar dəyəri isə bundan 2 dəfə artıqdır.